İlk sərgəmizi götürürük və 45 dərəcədə çəkib, 45 dərəcədə kəsim edirik. Bu bizə həcm verir, saçın yanında həcm verir. Bizim artıq burada kontrol xəttimiz var və o kontrol xəttə uyğun bir şəkildə hamısı da daraq üzərində bu şəkildə daha sürətli formada kəsirik və özümüzə uyğun olan uzunluğu təyin edib saçın sıxlığına görə, üzün formasına görə, qulaq və baş arasındakı məsafəyə uyğun bir şəkildə saçın uzunluğunu təyin edib kəsirik. Gördüyünüz kimi biz kəsimi etdik və bizdə həcm yarandı burada artıq. Azdan çoxa şəklində bir həcm yarandı. Bizim hal-hazırki kəsimimiz ayırdığımız ayrımla olmalıdır. Yəni ayrımın forması nə formadadırsa, kəsim də o şəkildə getməlidir. Düz şəkildədirsə, düz kvadratur olmalıdır. Kəsimi etmədən öncə mütləq saçı yaxşıca islatmaq vacibdir ki, saçı görə bilək. Quru saç həmişə gizlədir özünü. Arxada fikir verin, həcm tam aşağı yığılıb. Çünki üstün yuxarının saçı bu hissənin saçı. Düz bir şəkildə hamısı uzanıb düşüb arxaya. Buna həcm verməliyik. Bu həcmi qaldırmalıyıq yuxarı. Onun üçün yenə eyni formada kontrol saçımızı götürdük. 45 dərəcə çəkim, 45 dərəcədə kəsim. Və eyni qaydada kontrolumuzla bütün saçı sürətli bir şəkildə kəsirik. Yan və arxanı bitirdikdən sonra bizdə kvadratura yaranır. Yəni düz bir şəkildə yanlar kəsildi, düz bir şəkildə arxa kəsildi və bizdə burada həcm yarandı. Müəyyən saçlar var ki, stillər. O saçlarda biz buradakı həcmi saxlayırıq. Yəni ümumi forma kvadratdırsa biz bunu saxlayırıq. Amma bizdə burada kvadrat yox, nisbətən yumurlamaq lazım olduğuna görə biz bu hissələri az-azıq götürəcəyik. Burada həmin o kvadratın belə deyək, tini görünür. Üstün hissələr çıxdıqca biz onları azaldırıq. Biz saçın arxasındakı kəsimi də etdik. Saç hələ qurutmamışıq, yaş haldadır. Artıq forma var. Həcm yuxarıda, azdan çoxa şəklində bizim formamız var. Üst hissəni isladanda həmişə ayrımları yaxşı bir şəkildə islatmaq lazımdır ki, o sonradan saç ayrılmasın, parçalanma olmasın, bir bütöv şəklində olsun. Əgər saçı müştəri tam şəkildə yana darayacaqsa, biz birbaşa kəsimə başlayırıq bu şəkildə. Yəni, saçın ön hissəsindən gələn saçı da bir dəfiyə götürürük. Yox, əgər bizə saçın önünü ayrıca işləmək lazımdırsa, onda belə bu hissəni darayırıq bu şəkildə. Alın boşluğundan başın tam mərkəz nöqtəsinə, mərkəz yəni ən hündür nöqtəsinə ayrım aparırıq. Gördüyünüz bu şəkildə belə. Ayrım apardıq. Saçın ön hissəsi ayrıldı. Və bu kəsilməyəcək. Hələ ki. Sonda biz onu artıq üzə, alına uyğun bir şəkildə sonda onu işləyib yerinə oturdacağıq. Bu formada. Bizim buradan çıxan artıqlarımız görünür. Konkret olaraq hansı üz formasına, hansı saç modeli uyğun ola bilər, yaxud da müştərinin istədiyi modeli onun üz və baş formasına uyğun şəkildə necə kəsə bilərik, bizim dərslərimizə qoşularaq ətraflı öyrənə bilərsiniz. Həmçinin saçın arxası da eyni qaydada bu şəkildə birləşdirilir. Saçın üstündə yanlarına birləşdirdikdən sonra bizdə qalır saçın tam üst zonası. Üst zonada biz birinci uzunluq verməliyik. Ondan sonra yenə yanlarda və arxada olduğu kimi kontrolu götürürük gördüyünüz şəkildə. Kontrolumuzu götürdük. Uzunluğumuzu təyin eləyirik. Burada yenə də qurduğumuz formadan asılıdır. Bu azdan çoxa şəklində də belə gedə bilər. Düz də ola bilər. Qurduğumuz formadan asılıdır hər bir şey. Bu bizim baza formamızdır. Biz baza formanı hal-hazırda veririk. Və başlayırıq. Ona uyğun şəkildə bütün saçın üstünü kəsməyə görünür. Kontrolumuzu gördük və bu şəkildə kəsimi davam edirik. Nöqtə kəsim mənə daha kontrollu, daha teksturalı bir kəsim verir, daha yumuşaq bir kəsim verir bizə. Ona görə saça biraz həcm vermək istəyirik deyə bu şəkildə kəsirik. Saçın üstü çox həcmsizdir. Ümumiyyətlə saçın ön hissəsini
kəsəndə həmişə diqqətə alın ki, saç quruyanda yuxarı qalxır və biraz dalğa, buruq varsa o saçda biraz daha çox yuxarı qalxır. Ona görə burada diqqətli olmaq lazımdır. Bu nazik hissələri cüzi şəkildə götürsək, hələ ki bizə kifayət eləyir. Qurudandan sonra tam dəqiq formada biz onu işləyəcəyik. Və keçirik saçı qurutmağa. Saçı qurudub bitirdikdən sonra bizim üst və yan hissənin keçidləri, bu keçidləri yumşaltmaq lazımdır. Gördüyünüz şəkildə aralarını işləyirik saçın ki, bir-birinə daha incə formada otursun. Başınbord hissələri isə 6 millidən, yəni 2 nömrə 6 millidən başlayırıq. Hissə azaldırıq. Yəni çox seyri olduğuna görə mən burada bir dəfəyə 0-dan ya da 0.5-dən qalxmıram. Və bu xətti çox yuxarı qaldırmadan, bakınbordu tam itirmədən, belə deyək, yerindəcə xəttini itiririk. Natural bir forma əldə edirik bu şəkildə. Kəsmə etdiyi bitirdik. Qlatqanı isə American Crew'nun mat kley vaksı ilə edirik. Vaks saça istifadə edəndə çalışın diblərinə yox, uc və ortasına vurun ki, saçın həcmini öldürməsin. Diblərə vuranda saçın həcmini öldürür. Gördüyünüz kimi uklatqamız çox sadə oldu. Modelimiz bu uklatqanı özü də evdə rahat bir şəkildə təkrarlaya biləcək. Videonu bəyəndinizsə kanala abunə olub, bəyənib şərh yazmağı unutmayın ki, videolarımızı daha çox insan görüb faydalana bilsin.